Hüseyboğlu 1988-ci ildə anadan doğulmuşam. Mingəçevir şəhəri mənim dövlətə ehtiyacım odur ki, mənə köməyə dəstək olsun, xahiş edirəm, mənim üstümdə durasın. Uşaqlarım yaxşı olubdur 2009-dan Qılçı təqərəsinə görə sinir oyunu təqərəsində mən düzgün əməliyyat olmaq istəyirəm, amma qalxa bilmirəm. Ev ətrafında oturmuşdum, çörək yedim. Çörəyi yiyib qurtarandan sonra sağ ayağı qaldırıram və təsadda sol ayağım qalmadı deyə biz oynaq probleminə görə sinirdən gələn ağrı dizlərimə mən 10 ildir ki, Qılça ilində həssas olmuş problemə görə mən 10 illik əliləm ki, mən əlillik formasına görə 250 manat məni qane edirəm və dövlət tərəfindən xahiş edirəm, dəstəyici olsun. Mən Mingəçevir sakiniyəm, xahiş edirəm. Bütün Azərbaycan tərəfi gəzdim, mənə bir dəstək olan həkim tapmadım. Xahiş edirəm, onu mənə qarşı mən, ev aləm, anam, mən, bacım. Heç bir işləmir deyə hamımız pensiyaya görə pensiyada bizi qane eləmiş. Mən anam işliydi. Əvvəlində işləmir deyə 250 manat bizi qane eləmiş. 3 nəfərə nə olacaq? Onu da bildirirəm ki, xahiş edirəm, bizə bir tədbir qırasınız. Ayşanın dövlət agentliyinə hər tərəfi müraciət eləməyə dəstəyiniz olsun. Ay millətim, mənə dəstəyiniz varsa 250 manatınla heç sürə yanaşı ailə tərəfinə görə mən yaşaya bilmirəm. Dəstəyiniz olsun ki, mən də ayağa qalxım, mən də sizin kimi qürurlu bir insanım, xahiş edirəm, əsirləməyin. Mənim dövlətdən xahişim demək ki, tələb olunsun, mənə kömək dəstəyi olsun ki, mən də köməyim sizdən əsirləməyim, dövlət tərəfindən xahiş edirəm. Mənə köməyiniz dəyilsin. Odur ki, mənim üçün, mənim kimi oğlanlar ayağa qalxa bilmir, bəzilərinə aiddir. Həyatımda problem olmaq üçün mən danışmaq qəliyyətim o dərəcə deyil ki, insanlara xahiş edirəm. Köməyə dəyilsin, artıq dərəcə xahiş edirəm. 250 manatdan mən yaşaya bilmirəm. Xahişim olur ki, Allah sizlərə kömək olsun ki, mən kimi yetimə ayağa qalxacaq. Xahiş edirəm, dövlətdən xahişim olur ki, mənə bir qulluqçu xanım təyin edəsin, mənə kömək dəstək olsun. Həftədə 3 dəfə gəlib məni görürsün, baxsın, eləsin. İndi zamanıda mənim kimi oğlan 250 manatını qane edəndə. Xahiş edirəm, dövlət orqanla xahişim edir ki, dəstəyiniz olsun, mənə pensiyaya qaldı, 250 manatdan yaşaya bilmirəm. İcra nümayəndəsindən hamısına dəstəyim olur ki, icra tərəfindən dəstək istədim, mənə dəstək olmadı. Mingəçevir şəhəri 16 nömrə məktəblər yaxınlığında qaldı. Xahiş edirəm, dəstəyiniz varsa, bütün millətimə deyirəm, dəstəyiniz olsun. Mən icra hökumətinə 2 dəfə müraciət elədim, mənə dəstəyi olmadı. Xahiş edirəm, bütün orqanlar çalışın tərəfindən deyirəm, mənə bir dəstək olsun ki, icra hökumətinə 2 dəfə dedim, məni almadılar.